Deyirəm bir-iki dənə video çəkdim, rus dilində qoydum. O dağa peyda oldular. O belə yalanbaşı belə vətənpərvərlər var, girirsən onların səhifələrinə, baxırsan, görürsən ki, şəhidlər, əlillər, bayraqlar, arada yuxarıda oturanların şəkilləri, yuxarıda oturanların, nə bilim, didikləri, arada da öz şəkilləri və belə xırtıldayırlar, qızıl dişləri də çıxıb bayıra, başa düşdünüz? Bunlar mənə irad tuturlar ki, Rusça nöş danışırsan, nə bilim, biri yazır ki, hələ biz buyuq, biz mənnemlə, biri deyir, uşaqla nə üçün Rusça danışırsan? Bilirsiniz nə var? O yalanbaşı şəkillər qoymusunuz, Gedin, girin, bax bu dəqiqə bütün bu məmurların səhifələrinə, bütün hamısının səhifələrində bax sizin olan o şəkillərdən görəcəksiniz. Şəhidlər, Qarabağ, nə bilim, yuxarıda oturanların dedikləri, amma halbuki gedin görün onların heç olmasa birinin qəbuluna düşə bilərsiniz, ya onların kimdənsə, onların bir hansısa xeyirxahlıq işindən görünmə eşitmisinizsə, yəni hamı bilir də bunlar kimlərdir. Ona görə mən sizə bir söz deyim, o hər şey üzdə olan kimi deyil. O müsəlmançılıqda da bir dənə belə bir şey var. Deyir o sağ əldir sadaka verəndə heç sol əl də bilməməlidir. Yəni kimsə nəsə xeyirxahlıq işlər görürsə, yaxşı işlər görürsə, vətənpərvərlik eləyirsə, bu demək deyil ki, o üzdə olmadı. O üzdə olmalıdır. Əksinə, bunu həqiqətən eləyənlər heç vaxtı üzdə deyirlər. Odur ki, qaldı dil məsələsinə. Yəni hansı dildə danışıram, əcəb eləyirəm danışıram. Bundan sonra hələ fikrim var. Rus dilli, yəni çıxışlarımı bundan da artırmaq fikrim var. Hələ ingilis dilinə də keçmək istəyirəm. Yəni ingilis dilində də reportajlar verəcəyəm. Dil bilirəm, düz eləyirəm. Siz əksinə, yəni ki, belə baxanda, mənə bilsən nəyə görə irad tutursunuz? Çünki özünüz axı heç nəyə qadir deyilsiniz də. O bir dənə dil bilirsiniz, bir dənə dil. Cəmi ancaq öz dilimizdən başqa heç bir dil bilmirsiniz. Ən belə bədbəxtçilik də ondan ibarətdir ki, heç o bir dənə dil var, öz ana dilimiz, heç onu da bilmirsiniz. Onu da danışanda cəh-cəh-cəh-cəh-cəh-cəh ilə danışırsınız. Başa düşdünüz? Hamınızın nitq usulunuz var. Yəni nə təhsiliniz var, nə biliyiniz var. Sıfırsınız. Başa düşürsünüz? Sıfır. Bax sıfır. Hansı ki, bu dəqiqə hər yerdə var, o bizim 10 milyonluq əhalimiz var, o 10 milyonluq əhalinin ki, o 5 milyonlu şəhərdə cəmləşib, onun əksər hissəsi siz sıfırsınız. Başa düşdünüz? Yəni ki, heç nə bilməməkdən, acizlikdən, cahillikdən siz sıfırsınız. Sizin heç ixtiyarınız yoxdur ki, durub mənə nəsə irad tutasınız. Başa düşdünüz? Heç bu dəqiqə mən qəlbdən qəlbə də sizə demirəm. Qəlbdən qəlbə ancaq o adamlara aiddir, kimin doğrudan da qəlbi var. Sizin kimi paxıllar, sizin kimi bisavadlar bizim ölkəmizin yaraşığıdır, bizim ölkəmizin əyibidir. Təəssüf olsun ki, sizin kimi əyiblər bu dağa ölkəmizi baş götürüb aparıb. Siz də öz üzərinizdə işləyənlərdən deyilsiniz, işləmək istəmirsiniz. Sizinkilər bilirsiniz nədir? Yəni sizinkilər, sizin səviyyəniz bu dəqiqə o TikTok'da müğənnilər var, bildiniz kimlərdə, o nə səsləri var, nə başları var, orasını burasını şişirdənlər, hansının ki o efirlərinə, o üzdən İraqların efirlərinə siz yığışırsınız, axışırsınız, 80 minlə, 90 minlə, 100 minlə, o süzdərsiniz. Həmən bu adamlar, hələ utanmaz mənə irad tutursunuz ki, mən başqa dildə reportaj eləyirəm, heç belə vecimə də döyürsünüz. Başa düşdünüz? Bu qədər. Qəlbdən qəlbə ancaq savadlı adamlara, biləcəkli adamlara, sizə yox.